Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün həm MİQ, həm sertifikasiya imtahanına hazırlaşan ibtidaisinin müəllimləri üçün növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidaisinin müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərs qruplarımızda limit sayı 6-8 nəfərlik qruplardan ibarətdir. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra video izahlar qrupa göndərilir. Noyabr qruplarımıza hələ ki davam edir qeydiyyat. Qeydiyyata düşmək üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sualımız belədir ki, 56.000 AB7 ədədində bərabərdir. 5 vurulsun, deməli 10.000-ə, 6 vurulsun 1000-ə, 7 üzərinə 4 vurulsun 10, 4 vurulsun 100, B-nin yerindəki ədəd isə 8 vurulsun 10 ifadəsində AB 376 ədədinin minliklərin sayı ilə onluqların sayının cəmini tapın. İndi biz minlikləri tapmaq üçün ədədinin minliklərin sayı. Ədədi yazaq 56 AB7. Burada məlumdur. Mərtəbə toplananlar cəmi şəkildə qeyd olunduğuna görə 4 vurulsun 100. Deməli, yüzlük mərtəbəsi A-dır, bunun qiyməti olacaq 4. Onluq mərtəbəsində 8 vurulsun 10 qeyd olunub. Deməli, bunun mərtəbə B-nin yerindəki olacaq rəqəm 8-dir. Ədədimiz artıq məlumdur. 56.487. Deyir, olarsa AB 376 ədədinin minliklərin sayı ilə onluqların sayını tapın. Həmin AB-nin yerinə 48-i yazacağıq. 48.376. Ədədimiz oldu 48.376. Və buradan bizdən nə tələb eləyir? Minliklərin sayı ilə onluqlarının sayının cəmini tapın. Həmin ədəddə, yəni 48.376 ədədində minliklərin sayı təklik, onluq, yüzlük, minlik oldu 48. Onluqların sayı isə təkliyi siləcək, yerdə qalan ədəd onluq olacaq. Olacaq 4837. Və bunun cəmin bizdən tələb eləyir. Toplasaq, bu da bizə verəcək 4885. Doğru cavabımız olacaq E variantı. Keçək növbəti sualımıza. 2 nömrəli sualdır. Deyir ki, 5'də 2 hissəsi su ilə dolu olan bidona tutumu 150 ml olan qabla 80 dəfə su tökdülər. Bu bidon tam dolmuş oldu. Bidon neçə litr su tutur? Aha. Ümumi olaraq 5'də 2'si doludur. 5'də 2'si doludur. Üzərinə 150'ni vurarıq 80'ə. Bərabər olacaq x. Sonra 5'də 2 üzərinə 150'ni 80'ə vursaq 12.000 millilitr eləyir. 12.000 millilitr bərabərdir. X'in yerinə 5 varsa burada 5'də 5 yazarıq. Və bu 5'də 5'dən 5'də 2'ni çıxarıq. Qalacaq 5'də 3. 5'də 3 hissəsi 12.000 olan ədədi tapacam. 12.000 olan ədədi tapacağıq. 12.000'i 3'ə bölsək, 5'ə vursaq, x'imiz olacaq 20.000. 1 litrimiz 1000 millilitr olduğuna görə 3 dənə sıfırı silsək, yerdə qalacaq 20 litr. Deməli, bidonun su tutumu olacaq 20 litr. Növbəti sual. 3 nömrəli sualdır. Deyir ki, 69.800 AB ədədində
onluqların sayı yüzlüklərin sayından 6284 vahid çoxdur. Təkliklərin sayı onluqların sayından 62843 vahid çoxdur. B çıxılsın A fərqini tapın. Biz yüzlüklərin sayından 6284 vahid çoxdursa, biz o zaman buradan necə yazarıq? B-ni silsəm yüzlüklərin sayı çıxacaq. Yəni 6980 A. Deməli, yüzlüklərin sayına nə qədər çoxdur? 6284 vahid çoxdur. Burada bizim ədədlərimiz yüzlüklərin sayını tapaq. Təklik, onluq, yüzlük. Yüzlüklərin sayı nə qədərdir? 6698 yüzlüyümüz var. Həmin o onluqların sayından yüzlüklərin sayını çıxaq ki, biz həmin ədədimizi tapaq. Deməli, A-dan 8 çıxsa, A-nın yerində 4 olub ki, 2 olub ki, 12-dən 8 çıxanda deməli, olacaq neçə? Deməli, bu ifadəni yazacaq bura. Onluqlardan yüzlüklərin sayını çıxsa, aradakı fərq bu verməlidir. 6284 verməlidir. İndi A-dan 8 çıxsaq 4 qalması üçün bura 12 olmalıdır. A-nın yerindəki ədəd olur 2. Da burada ehtiyac yoxdur hamısına baxmaq. A-nın qiymətini tapdıq 2. Sonra bizə deyir ki, təkliklərin sayı onluqların sayından 62843 vahid çoxdur. Biz onluğun yerinə 2-ni yaza bilərik artıq. Onluqların sayını bilirik. 6982 onluğumuz var. Və buradan təkliklərin sayını çıxsaq. Təkliklərin sayı bütün ədədi götürəcəksən. Bütün ədədimiz olacaq 69800 AB. Və bundan biz nəyi çıxacaq? Buradakı ifadəni. Onluqların sayını çıxsaq 62843 verəcək. 62843 verəcək. Bu sürüşdürmə oldu. Bu tərəfdən yazsaq, deməli, B-dən 2 çıxsaq 3 qalar. B-nin yerində olan ifadə 5-dir. 5-dən 2-ni çıxanda 3 qalacaq. B-nin qiyməti oldu 5. Və A-nın qiymətini də biz tapmışdıq. Bərabərdir 2-yə. Şərtdə nə soruşur bizdən? B çıxılsın A ifadəsini tapın. B 5-ə bərabərdir. B bərabərdir 5. A bərabərdir 2. 5-dən də 2 çıxsaq, nəticə 3 verəcək. Doğru cavabımız olacaq A variantı. Növbəti sualımız 4 nömrəli sualdır. 4 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, qalıqlı bölmə əməlində nataman qismət 99, qalıq 11 olarsa, bölünənin ala biləcək ən kiçik natural ədəd neçədir? Yəni, bu şərtə uyğun alına biləcək ən kiçik ədədi bizdən tələb edir. Deyək ki, x-i bölmüşük nəyəsə, 99 alınıb, qalıq isə 11 olub. Əgər qalığın 11 olmasını istəyiriksə, biz ədədi ən azından 12-yə bölməliyik ki, qalıq 11 olsun. Bu ifadənin qiymətini artıq tapa bilərik. X nəyə bərabərdir? 12-ni vurarıq 99-a. Üzərinə də 11-i gəlsək, bu bizə verəcək 1199. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti suala. Telefonun qiyməti televizorun qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 4 dəfə çoxdur. Televizorun qiyməti 3420 manat olarsa, 3420 manat olarsa, telefonun qiymətini tapın. Biz bilirik ki, televizorun qiymətinin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən. Yüzlüklərdə də 4-dür. 4-ün mərtəbə qiyməti 400-dür.
Bundan 4 dəfə çoxdursa, 400-ü 4-ə vursa 1600 manat eləyir. Və telefonun qiyməti 1600 manatdır. Bizə deyir ki, telefonun qiymətinin 5də 1 hissəsini tap. O zaman 5-ə bölərik, 1-ə vurarıq. Bu da bizə verəcək 320 manat. Doğru cavab olacaq D variantı. Növbəti sualımız 6 nömrəli sualdır. 11 ilə 55 arasında yerləşən və 9-a böldükdə qismət və qalığı eyni olan neçə ədəd var? İlk öncə ədədi biz 9-a bölürüksə, 1 çıxıram 8 qalıqlı ədədimiz olacaq. Bu tipli misallarda ilk ədədi tapmaq üçün verilən ədədin üzərinə 1 gəlmək lazımdır ki, ilk ədədi tapaq 10. Yəni biz 10-u 9-a bölsək, nataman qismətdə 1, qalıqda da 1 alınacaq. Hər dəfə 10-un artıracaq. 20, 30, 40, deməli 40, sonra gəlir 50. 50-dən sonra ehtiyac yoxdur. 60 gəlməlidir. 60 bizə ehtiyac yoxdur. Və bizə deyir ki, 11-dən sonra. Demək, onun da üstündən xətt çəkirəm. Qalır 21, 2, 3, bir də 50 idi. 4 dənə. 4 ədədimiz olacaq. 60 artıq şərti pozmuş olacaq da bizə deyir 11-dən 55. 1, 2, 3, 4 ədəd mümkündür. Sonra keçirik 7 nömrəli suala. A ədədi B-dən 4 dəfə böyük, C-dən 6 dəfə kiçikdir. Bu mülahizəyə aşağıdakıların hansı uyğun gəlir? A bərabərdir. A-nın yerinə nə yazırıq? A bərabərdir. B-dən 4 dəfə böyükdürsə A, biz o zaman B-ni 4-ə vursaq A-ya bərabər olar. Hə, C-dən isə 6 vahid kiçikdirsə, onda B nəyə bərabərdir? C çıxılsın 6. Bu şərt onu ödəyəcək, bu mülahizə. A bərabərdir, 4B bərabərdir, C çıxılsın 6. Baxaq görək hansı variantda verilib. 4B bərabərdir, C çıxı 6 bərabərdir A-ya. Doğru cavab B variantında qeyd olunub. Növbəti sualımız 8 nömrəli sualdır. 8 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, 6,2 kiçikdir 1,8. X o da kiçikdir 9,9 bərabərsini ödəyən natural ədədlərin hasilini tapın. Biz 6,2-ni 1,8-ə bölsək, düşəcək 3,4 kiçikdir X-dən, o da kiçikdir nədən? 9,9-u 1,8-ə bölsək, düşəcək 5,5. Və 3,4-dən sonra 5,5-dən əvvəl natural ədədlər 4-dür və 5-dir. Bu iki qiymət ala bilər, natural sözü varsa. Bunda hasil nəyə bərabərdir? 4 vurulsun 5 bərabərdir 20. Doğru cavab C variantı. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir, təyyarə Tbilisi vaxtı ilə saat 9:15-də Tbilisdən yola düşür. 2 saat 25 dəqiqə sonra Buxarestdə eniş edir. Buxarestdə 1 saat 35 dəqiqə qaldıqdan sonra havayı qalxır və 3 saat 10 dəqiqə sonra Berlinə eniş edir. Təyyarə Berlin vaxtı ilə saat neçədə eniş etdi? Tbilisdə saat 12:00 olduqda Buxarestdə 10:00 olur. Berlində isə 9:00 olur. Bizə təyyarənin Berlin vaxtı ilə saat neçədə eniş etdiyini istəyir. Berlin vaxtında. Baxaq davamına. Deməli, biz ilk öncə Tbilis vaxtı ilə hər şeyi aparacağıq. Sonda dəyişiklik edəcəyik. Tbilis vaxtı ilə 9:15-də yola düşüb 2:25 dəqiqə zaman itirib. Bu olur 11:40. Sonra 1 saat 35 dəqiqə orada olur. 1 saat 35 dəqiqə gələr üstünə. Bu bizə verəcək neçə? 75 eləyir. 15 dəqiqəsini saxlasan, bura olacaq 13.
13:15-də, 13:15-də demək havaya qalxdı, istirahət elədi 1 saat 35 dəqiqə və 13:15-də havaya qalxır. 3 saat 10 dəqiqədə üzərinə gələcəm. 3 saat 10 dəqiqə. Bu bizə verəcək 16:25. 16:25 bizə məlumdur artıq. Deməli 16:25-i yazaq buradan. 16:25. Berlin vaxtı ilə neçədə eniş etdiyini soruşur. Berlinə eniş etdi. Nə vaxt? 16:25-də. İndi gəlin baxaq. Tbilisidə 12 olanda Berlində neçə olur? 9. Tbilis ilə Berlin arasında 3 saat zaman fərqi var. O zaman 16-dan 3 saat geri çıxacam. Qalacaq neçə? 13:25. Doğru cavab 13:25-dir. Amma bizə desəydi Buxarestlə neçədə eniş etdi, o zaman 16:25-dən 2 saat geri götürəcəkdik. Doğru cavab burada B variantındadır. Növbəti sual. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 3600 alınan ən kiçik, ən böyük ədədlərin cəminin 2 misli ilə rəqəmləri fərqli ən böyük 5 rəqəmli ədədin cəmini tapın. Ümumiyyətlə, yuvarlaqlaşdırma zamanı istənilən böyük ədədin ilə kiçik ədədin cəmi bizdən istəyirsə, o zaman verilən ədədi, yəni 3600-ü vurursunuz, 2-yə 1 çıxırsınız. Neçə eləyir? 10, deməli, 7199 və 7199-un da 2 mislini istəyir. Vurursan 2-yə. Bu bizə verir 14398. Bundan işimiz bitmir. 14398-in bir də üzərinə nə gəlməliyik? Rəqəmləri fərqli ən böyük 5 rəqəmli ədədin. Ən böyük 5 rəqəmli ədəd yazaq. 9, 8, 7, 6, 5. Deməli, yazaq bir də. Yerimiz boşalsın deyə sildik oranı. 14398-in üzərinə gələcək. 98765-i. Bu da bizə verəcək 113163. Doğru cavabımız olacaq C variantı. Növbəti sual 10 nömrəli sualdır. 10 nömrəli sualda bizdən nə istəyir? Deyir ki, 4 ardıcıl tək ədədin cəmi ola bilməz. Bunu cavab variantlarından baxmaq lazımdır ki, 5 variant verib, 5-lərin də 5-nə uyğun işimizi görməli. Birincisi ədədimiz x, x plus 2, x plus 4, x plus 6, 4 ədəd. Və bunun cəmi nəyə bərabərdir? Birbaşa yazacağım bunu. 4x plus 12 bərabərdir. Cavab variantlarına bir-bir bərabər eləyəcək. Məsələn, birinci variantım 1616-dır. 1616. Biz 1616-dan 12-ni çıxıb 4-ə bölsək, x bizə verir neçə? 401. Elə bu tək ədəddir. Ola bilər də, bunun ehtiyac yoxdur da artıq bunun. Sonra yenə də 4x plus 12-ni bərabər eləyərik 864-ə. 864-dən 12-ni çıxsaq və bölsək 4-ə bizə verir 213. 213 də tək ədəd olduğuna görə yenə də bu variant ola bilməz. Yəni ola bilər, tək ədəd ola bilər, amma bu şərtdə ola bilməz istəyir. 4x plus 12 bərabərdir 873-ə. Və 873-dən 12-ni çıxıb 4-ə bölsək 215,25 düşür. Bu artıq bizim tək ədədlərin cəmi ola bilməz. Elə doğru cavabımız burada C variantındadır.
Yəni bu tipli misallarda ancaq bütün variantları bir-bir yoxlamaqla tapmaq mümkündür. 12 nömrəli sualda deyir ki, fərqlə çıxılanın cəmi 312-dir. Azalan fərqdən 5 dəfə çoxdur. Çıxılanın rəqəmləri cəmini tapın. Azalan, çıxılan bərabərdir fərq. Bizə deyir fərqlə çıxılanın cəmi 312-dir. Hələ ki bu qalsın. Azalan fərqdən 5 dəfə çoxdur. Fərq x-dirsə bu 5x-dir. Çıxılan neçə x olacaq? Çıxılan da azalan fərqdən 5 dəfə çoxdur. Çıxılan isə necə olacaq? Çıxılan 5x-dan x-i çıxsaq, bura olacaq 4x. Biz həmişə bilirik azalan nəyə bərabərdir? Çıxılanla fərqin cəminə. Burada fərqlə çıxılanın cəmi 212-dir. İstəsək bunu birbaşa yaza bilərik. Hamısını toplasaq, olacaq 10x bərabərdir. Fərqlə çıxılanın cəmi 312-dirsə, azalan da 312-dir. Olacaq 624. 624-ü ona bölsək, x neçə olacaq? X olacaq 62,4. Bizdən nə istəyir? Çıxılanın rəqəmləri cəmin. Çıxılana biz 4x demişiksə, 62,4-ü vurarıq 4-ə. 4x dediyimizə görə bərabərdir. Olacaq 249,6. 249,6. Bunun da rəqəmləri cəmi bizə verəcək 21. Doğru cavab olacaq E variantı. Növbəti sualımız 13 nömrəli sualdır. 13 nömrəli sualda 2 ədədin fərqi 162-dir. Azalanın yüzlüyünü 1 vahid artırın, onluğunu 3 vahid azaldın. Çıxılanın yüzlüyünü 2 vahid azaldıb, təkliklərini 5 vahid artırdılar. 5 vahid artırmaq buradakı təkliyi bütün ədədə şamil olunur. Məsələn, bunu bir praktik yolla yaza bilərik. Bir ədəd götürəm. Məsələn, yazıram 533 çıx 371 bərabərdir 162. İndi bu şərti tətbiq edir. Bizə deyir azalanın yüzlüyünü 1 vahid artırın. Oldu 6. Onluğunu 3 vahid azaldanda 0. Təkliyini isə burada deyirdi təkliklərin 5 vahid artırdılar. Olacaq 8. Çıxılsın. Çıxılanın yüzlüyünü 2 vahid azalt. 3-dən 2-yə çıxanda 1 qalacaq. Onluqla işimiz yoxdur. 7 qalacaq yerinə. 1-i də 5 vahid artırsan 6 olacaq. Yeni fərq neçə olacaq? 432. Bu şərtə əsasən yeni fərqin rəqəmləri cəmini tapın. Yeni fərqimiz 432-dir. Rəqəmləri cəmi bizə verəcək 9. Doğru cavab A variantında. Növbəti sualımız 14 nömrəli sualdır. E-nin ala biləcək natural qiymətlərinin sayını tapın. Deməli, burada bərabərsizliyimiz necədir? 18-də 9 kiçikdir 14 n bölünsün 28, o da kiçikdir 99 böl 90. Biz buradan hamısın deməli nəyə bərabər eləyə bilərik? Ən yaxşısı bunu gəlin ortaq məxrəcə gətirək. Ortaq məxrəcə. Bunu hər tərəfin 9-a bölsəm, olacaq 2-də 1. Kiçikdir. Bunu hər tərəfin 14-ə bölsəm, olacaq n böl 2. Bunu da hər tərəfin 9-a bölsəm, olacaq 10-da 9. Sadələşdirdik biz bunu. İndi bu hissəni yenə də bərabərləşdirə bilərik. Oldu bərabərsizliyimiz necə? 2-də 1 kiçikdir n bölünsün 2, o da kiçikdir 9 bölünsün 10'a. 99'u 9'a böləndə 11 qalacaq. Burada deməli 11 bölünsün 10 olacaq. Və bunları bərabərləşdirmək lazımdır. Hər tərəfə 5'ə vursaq, olacaq 10'da 5 kiçikdir 10'da 5 n kiçikdir elə 10'da 11'dən.
Bu onların üstündən xətt çəkirəm. Olur nə? 5 kiçikdir 5-dən. O da kiçikdir 11-dən. Hər tərəfi 5-ə bölsək, olacaq neçə? 5-i 5-ə böləndə 1 kiçikdir n-dən. Bu da kiçikdir 2,1 neçə olacaq? 1 olacaq. 2,1-dən. E-nin yerinə nə yaza bilərik? E-nin yerinə bir dənə 2 qiymətini yaza bilərik. Çünki natural istəyir. 2,1-dən kiçik, 1-dən böyük natural ədəd 2-dir. Sayını tapın bizdən. Bir dənə 2 rəqəmi yaza bilirik. O da doğru cavab A variantında. Yəni say olaraq bir dənə ədəd yazmaq mümkündür. Növbəti sualımız 15 nömrəli sualdır. Bizdən nə tələb edir? Deyir ki 728 çıx 4x-16 vur 2 üzərinə 10 bərabərdir 586-ya. Tənliyin kökünün rəqəmləri cəmini tapın. Tənliyin kökünü tapmaqdan ötürü biz ilk öncə bu ardıcıllığa baxmalıyıq. 728-dən çıxacaq nəyi? 586-nı. Qalacaq 142. 142. Sonra onu çıxarıq. 132. 2-yə bölərik. 66. Bu tənliyi yerinə yetirsək, yəni 4x bərabərdir 66 ilə 16-nı toplayacaq. Olacaq 82. X də bərabərdir. 82-ni biz 4-ə bölsək 20,5 düşür. Və 20,5 bizə rəqəmləri cəmi. Tənliyin kökünü elə deyirdi. 2 üstə 0, 2, o da 5, 7. Doğru cavabımız olacaq C variantında. Növbəti sualımız 16 nömrəli sualdır. Deyir ki, eyni anda, eyni istiqamətdə A məntəqəsindən yola düşən iki avtomobil arasında məsafə 4 saatdan sonra 108 kilometr oldu. Əgər avtomobillər A məntəqəsindən eyni vaxtda əks istiqamətdə yola düşsə, onlar arasında məsafə 2 saatdan sonra 238 kilometr olacaq. Və bizdən tələb olunan hissə nədir? Sürəti az olan avtomobilin sürətini tapın. Bunu belə yazarıq, rahat olsun deyə. V1 eyni istiqamətdə çıxırıq. V2 bərabərdir. 1 saata gedilən yolu tapaq. 108-i 4-ə bölsək 27. V2 üzərinə V1 bərabərdir. Əgər əks istiqamətdə gedərsə sürətlər toplanılır. Və 2 saata 238 gedirsə bölsək 2-yə 119 düşəcək. 2 ədədin fərqi və 2 ədədin cəmi anlayışına görə əgər böyük sürəti istəsə toplayıb 2-yə bölərik, kiçik sürəti istəsə çıxıb 2-yə bölərik. 119-dan çıxaram 27-ni bölərəm 2-yə. Bizə verəcək 46. Doğru cavabımız olacaq A variantında. Növbəti sualımız 17-dir. Çay boyunca iki körpü arasında məsafə 40 kilometrdir. Kater bu məsafəni axın ilə 25 dəqiqəyə, geri gedərkən 28 dəqiqə gedir. Çayın sürətini tapın. Burada məsafə 40 kilometrdir. Əgər 25 dəqiqə 40 gedirsə, 25 dəqiqə 40 kilometr gedirsə, 60 dəqiqə gedilən yolu tapmalıyıq biz. 60-ı 40-a vurub 25-ə bölsək 96 kilometr eləyir. Və yaxud əksdə isə 48 dəqiqə gedir. 48 dəqiqə 40 gedirsə 60 dəqiqə neçə gedəcək? 60-ı 40-a vurub 48-ə bölsək 50 eləyəcək. Yəni kater plus çay bərabərdir 96. Kater çıx çay bərabərdir 50. Çay da bərabərdir. Əgər ki axın ilə və axına qarşı sürət veribsə, çay istirsə, toplayıb 2-yə bölsək kater, çıxıb 2-yə bölsək çay. 96-dan çıxacam 50-ni, böləcəm 2-yə.
bizə nə verəcək? Çayın sürətin vermiş olacaq. Əgər kateri istəsə, çay olacaq 23. Kater istəsə 96 ilə 50-ni toplayıb 2-yə bölərik. Növbəti bir sual 18-dir. 18 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, bir su çəninin 8-də 3-ü su ilə doludur. Əgər çənə 90 litr su əlavə edilərsə, çənin 12-də 5 hissəsi boş qalacaq. Bu çənin tam su tutumunu tapın. 8-də 3-ü doludur. Üzərinə 90 litr gəlsək, 12-də 5 hissəsi boşsa, 12-də 7 hissəsi dolu olar. Və 12-də 7-dən çıxacam 8-də 3-ü bərabər eləyəcəm 90-a. Ortaq bölən 24 gətirərik. Buranı 2-yə vurarıq. Buranı da 3-ə. Olacaq 24-də 14. Çıxılsın 24-də 9. Hissəsi bərabərdir 90-a. Olacaq 24-də 5. X bərabərdir 90. X də bərabərdir 90'ı 5'e böləcəyik. 18. 18 də 24'ə vursaq 432 edəcək. 432. Doğru cavab olacaq C variantında. Növbəti bir sual. Sürət məsələsidir. Qəsəbədən kəndə 7 km/saat sürətlə piyada 4 saatdan sonra onun ardınca həmin qəsəbədən həmin istiqamətdə 11 km/saat sürətlə atlı çıxdı. Qəsəbədən nə qədər məsafədə atlı piyadaya çatar? Deməli 7 ilə piyada gedib 4 saat 28 km gedibsə, eyni istiqamətli sürət məsələlərində sürətlər çıxılır. 11-dən çıxacaqsınız 7-ni, sürət fərqi 4-dür. 28-i də bölərik 4-ə, 7 saata çatacaq. Amma bizə deyir hansı məsafədə çatar? Həmişə böyük sürətə vurmaq lazımdır. 11'i vuracaq 7'ye. 77-ci kilometrdə çatacaq. Doğru cavab C variantındadır. Sonra keçirik növbəti suala. 20 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, 4 ardıcıl tək ədədin cəmi 14'ə böldükdən ataman qismətdə 12, qalıqda 8 alınır. Bu ədədlərin ən böyüyünün rəqəmləri cəmini tapın. İlk olaraq 4 ardıcıl deyirsə x, x plus 2, x plus 4, x plus 6. Və bunun cəmi nəyə bərabərdir? 14'ə böldükdən ataman qisməti 12 olsun, qalıq 8 olsun. O zaman biz həmin ədədi tapmaq üçün 14'ü vurarıq 12'yə, üzərinə də 8 gələrik. Və birbaşa yazacağım buradan. 4x üzərinə 12 bərabərdir. 14'ü 12'ye vurup üstüne 8 gəlsək 176 edəcək. Və 4x özü nəyə bərabərdir? 164'ə. X də bərabərdir 41'ə. Ədədi tapdıq, x-imizi 41. Aparıb tənliyin yerinə yazsam 41 üstə 6, 47 bizim ən böyük ədədimiz olacaq. Və bunun da rəqəmləri cəmini istəyir, 11 verəcək bizə. Doğru cavab B variantında qeyd olunub. Suallarımız bu qədər. Növbəti sınaq suallarında görüşənədək sağ olun, salamat qalın.